Salam, hər vaxtınız xeyir olsun. Hazırda Bakıda keçirilən VUF-13 ilə əlaqədar olaraq təbii olaraq iştirakçıların asan şəkildə, rahat şəkildə Olimpiya stadionuna, yəni VUF-13-ün keçirildiyi məkana gediş-gəlişi də önəmli nüanslardan biridir və təbii olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bununla bağlı tədbirlər həyata keçirir və Neoplan markalı yeni avtobuslarla bu proses həyata keçirilir və təbii olaraq burada da əsas məqsəd qeyd etdiyimiz kimi iştirakçıların asan, operativ şəkildə əraziyə yola düşməsini təmin eləməkdir və təbii olaraq ölkədə 9 hub mərkəzi bununla əlaqədar olaraq yaradılıb. Biz hazırda onlardan birində, hansı ki, Gənclik metro stansiyası yaxınlığında yerləşən ünvandır bura deyə bilərik. Və bir daha vurğulayaq ki, ölkə üzrə, daha doğrusu paytaxt üzrə 9 hub, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərir. Ümumilikdə tədbirlə bağlı daşımalar başlayandan havaliman hublar və tədbir məkanı arasında avtobuslarla 2909 səfər yerinə yetirilib və 23671 sərnişin daşınıb. Daşımalara ümumilikdə 180 avtobus cəlb olunub. Qeyd edək ki, sözü gedən marşrutların idarə olunması və nəqliyyat əməliyyatlarının icrası Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin monitorinq mərkəzi tərəfindən izlənilir. 7-24 olaraq izləmə rejimindədir. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş həmin prosesə cəlb olunub deyə bildirilir və bir daha vurğulayırıq ki, biz hazırda həmin hub mərkəzlərindən birindəyik. Hansı ki, buradan da məhz məndən arxada qalan avtobuslar vasitəsilə Olimpiya stadionuna iştirakçıların gedişi, gəlişi təmin olunur deyə bilərik və burada əgər məlumatı olmayan vətəndaşlar varsa, onlar üçün könüllülər də fəaliyyət göstərir, hansı ki, bu istiqamətdə onlara detalları çatdırırlar. Və bundan əlaqədar olaraq digər əraziləri də vurğulayaq ki, məhz hub mərkəzlərindən digəri Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində yerləşir, İzmir ərazisində yerləşən var, Ağşəhər, Sibriz ərazilərində və digər nöqtələrdə də məhz qeyd etdiyimiz kimi 9 hub mərkəzi fəaliyyət göstərir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmi açıqlaması idi. Məhz bugünə qədər həyata keçirilən səfərlərlə bağlı, sərnişinlərin sayı ilə bağlı detalları bölüşməyə çalışdıq. Eyni zamanda bir məqam da vurğulanır ki, iştirakçıların qarşılanması prosesi də məhz hava limanından həyata keçirilir. Bizdə olan son detallar bu qədər idi. Söz yenidən sizə ötürürük.